Salam dəyərli 5-cilər. Bu gün sizlərlə riyaziyyat dərsliyində səhifə 62-də yerləşən ilkin yoxlamaya aid çalışmalara baxacağam. Vaxt itirmədən birinci çalışmadan başlayırıq. Bu arada kanala abunə olaraq da geniş kütləyə çatmağına vəsile ola bilərsiniz. Başlayırıq. Hansı şəkillər kubun açılışına aiddir? Bu bizim kubumuzdur. Daha gözəl başa düşmək üçün, baxın, kubu görürük, elə deyil. Görürük ki, bu kubun neçə tərəfi var? Baxın, bu 1, bu 2, bu 3, bu 4, bu 5, aşağısına baxanda bu da 6. Deməli, 6 tərəfi var bu kubun. Və buradan da biz 6 tərəfləri götürəcəyik. Məsələn, burada 4-5 tərəfdir, bu getdi. İndi burada görürsünüz, bu yanlardır. Baxın, bu yanlardır, bu kubun. Bu, onun alt hissəsinə düşəcək. Sanki, baxın, bu şəkildə baxsaz, bu hissəsinə düşəcək. Bu, bəli, doğrudur. Bu ikinciyə. Məsələn, buradan bağlasaz, bu onun bu hissəyə yanı düşəcək. Bu, bura. Bu, alt hissəsinə düşəcək. Yəni, daha doğrusu kənara. Deməli, ən sonda da bağlanan zaman bu da gəlib bura düşəcək. Deməli, bu da doğrudur. Bu şəkildə, baxın, bunlar qatlananda bu hissələr üst-üstə düşür. Gəlib burada dayanacaq. Bu, açılışına aid deyil. Bu da, bəli, açılışına aiddir. İkinci şəklə baxırıq. Açılış şəkillərinə uyğun fəza fiqurlarını müəyyən edin. Burada görürük ki, 3 dənə düzbucaqlı var. Düzbucaqlı. 2 dənə də üçbucaq var. Və gəlib buradan baxırıq ki, bu deməli üçbucaqlı prizmaya uyğundur. Baxın, bu bir düzbucaq, bu 2 düzbucaq, altdakı 3, kənarlardır ki, deməli üçbucaq. Burada baxıranda 1, 2, 3, 4, 4 dənə düzbucaqlı var. 1, 2, 2 də kvadrat var. Bu da hansıdır? Məsələn, burada hamısı kvadratdır. Burada üçbucaq aidiyyət yoxdur. Burada baxın 1, 2, 3, bir də arxa hissədə burada götürürük 4. 4 düzbucaqlı oldu. 2 yuxarıları da götürsək 2 də kvadrat olur. Üçüncü suala baxırıq. Müqayisə edin deyir. Deməli, A variantına baxırıq birinci. 18 sm. Baxın, 1 sm nə qədərdir? 10 mm-dir. Onda 18 sm nə qədər olacaq? 18 sm olacaq 180 mm. 18 sm 20 mm nə qədər olacaq? Yəni 18 sm yerinə yazıram 180 mm, üstə gəlsin 20 mm bərabərdir 200 mm. İkinci tərəfə baxanda 230 mm, artıq 1 sm 10 mm-dirsə, biz 230 mm-i 10-a bölürük, alırıq 23 sm. 23 sm-dən 3 sm çıxırıq, yerinə qoyuruq 230-un. 23 sm çıx 3 sm bərabərdir 20 sm. Deməli, birinci tərəfimiz 200 mm-dir, ikinci tərəfimiz 20 sm. Biz 20 sm millimetrə çevirəcək. 1 sm 10 mm-dirsə, 20 sm-imiz də bərabərdir. 20 vurulsun, 10 da bərabərdir. Deməli, 200. Bu tərəfdə onda məlumdur ki, 200 mm-dir, bu tərəfdə. Onda bunlar bir-birinə bərabərdir. B variantına baxıram, şagirdlər. Deməli, 3200 mm. 1 sm artıq məlumdur ki, 10 mm-dir. Biz bunu nəyə çevirsək yaxşıdır? Əvvəl gəlin santimetrə çevirək. 3200-ü mən bölürəm 10 mm-ə, edir 320 sm. Bu etdi 320 sm. Buradan da 500 sm-dir. 320 sm-in üstünə 500 sm gəlində edir 820 sm. Aha, birinci tərəf 820 sm-dir. İndi ikinci tərəfə baxırıq. İkinci tərəf şagirdlər görürük ki, kilometr və metrlə verilib. Gəlin biz bunları metrə çevirək. Deməli, 1 kilometrimiz edir 1000 metr. Onda 0,78 kilometrimiz nə qədər edəcək? Onu vuracaq biz 1000-ə. O da bərabərdir 780 metr. Və burada 772 metrdir.
Biz 0,78 kilometrin yerinə qoyuruq 780 metr, çıxırıq 772 metr. O da bərabərdir 8 metr. 8 metr. 1 metrimiz neçə santıdır? 100 santıdır. Bir halda ki 1 metrimiz 100 santıdır, onda biz 8 metrdə santiyə çevirəndə vururuq bunu 100-ə, bərabərdir 800 santimetr. Bu 800 santimetrdir. O biri tərəfdə 820 santimetrdir. Onda məlumdur ki, birinci tərəf böyükdür. Baxırıq C variantına. Burada C variantında deməli millimetrdir, metrdir. Biz bunun hər ikisini santimetrə çevirsək daha yaxşıdır. C variantı. Deməli, əvvəl yazıram ki, yenə 1 santimetrimiz bərabərdir 100 millimetr. Belə olduğu təqdirdə 2000 millimetri mən bölürəm. Buna millimetr yazaq. 100 millimetrə. O da bərabərdir 20 santimetr. Deməli, birinci tərəf 20 santimetr. Bu 0,14 metr və məlumdur ki, 1 metr bərabərdir 100 santimetr. O zaman 0,14 metri biz 100-ə vurub santimetrə çeviririk, edir 14 santimetr. Birinci tərəf oldu 20 santimetr, ikinci tərəfdə, yəni buradan, bura 20 santimetrdir, burada 14 santimetrdir. O zaman biz 20 santimetrdən çıxırıq 14 santimetr, bərabərdir 6 santimetr. İndi ikinci, bu birinci tərəfdir. İkinciyə baxanda 100 santimetr üstə gəlsin 7,6 desimetr. 1 desimetr nəyə bərabərdir şagirdlər? Bərabərdir 10 santimetrə. Onda 7,6 desimetr vurulsun 10 yazıram, edir 76 santimetr. 100-ün də üstünə mən 76 gələm, 100 santimetrdə də, burada oldu santimetr artıq. 100-ün də üstünə 76 gələndə edir 176 santimetr. Burada elədi 176 santimetr. Burada elədi, deməli 14 santimetr, daha doğrusu 6 santimetr. Təbii ki, bu tərəf daha böyükdür. Növbəti. Deməli, bura 2,2 litrdir, bura 900 millidir. Biz bilirik ki, 1 litr nə qədər mililitrdir? 1 litr bərabərdir 1000 millilitr. İndi, biz hər tərəfi millilitrə gətirsək, 2,2-ni vururam 1000-ə, edir 2200 millilitr. Və üstünə də 900 gəlməlikdə, 2200-ün üstünə də 900 gələndə edir 3100 millilitr. Bu tərəf, yəni birinci tərəf elədi 3100 millilitr. İkinciyə baxanda 3 litr və 112 millilitr. 1 litr 1000 millilitrdirsə, 3 litrdə onda 3000-ə vururam. Bərabərdir 3000 millilitr. 3000 millilitrin də üstünə 112 gələndə edir 3112 millilitr. Burada 3112 millilitrdir. Bura 3100, bura 3112-dirsə, təbii ki, bu tərəf böyükdür, yəni ikinci tərəf. Dördüncü, suallara cavab verin. Üçbucaqlı prizmanın üzləri hansı müstəvi fiqurlardır? Aha, bir dənə üçbucaqlı prizma gətirirəm. Buranı düzəldək. Deməli, bu kvadratımızı silirik. Bu bizim düzbucaqlı prizmamızdır. Aha, yerləşdirək qəşək-qəşək. Aha, belə əla. Baxın, müstəvi birinci şagirdlər. Görürük ki, bu tərəfi üçbucaqdır. Mən bunu çevirirəm sağ tərəfə. Daha doğrusu belə. Bir dəqiqə. Bu tərəf, bu müstəvisi düzbucaqlıdır. Bu tərəf üçbucaqdır. Bu tərəf yenə düzbucaqlı. Altına baxanda görürəm ki, düzbucaqdır. Deməli, hansı müstəvi fiqurları etdi? 3 düzbucaqlı, 2 də üçbucaq elədi. Yəni, bunu özümüz də görə bilərik. Baxın. Hər tərəfli. Növbəti sualımız. Tilinin uzunluğu 3 cm olan kubun həcmi nə qədərdir?
Şarjlar. Tilinin uzunluğu. Bu bizim tutaq ki kubumuzdur. Əyri çəkə bilərəm, amma o qədər problem deyil. Başa düşüləndi. Bu bizim kubumuzdur. Aha. Və buradan deyir ki, tilinin uzunluğu 3. Baxın, bura 3'dür. Onda burada 3'dür. Burada 3'dür. Burada 3'dür. Burada 3'dür. Burada 3'dür. Burada 3'dür. Yəni hər tərəf 3'dür. Kubun həcm düsturda V ilə hesablanır. V bərabərdir A-nın kubu. Normalda kvadrat olanda sizin A-nın kvadratına yazırdıq. Bu da V A-nın kubudur. Onda tilinin uzunluğu 3 cm-dirsə 3 üstü 3. Yəni 3'ü 3 dəfə bir-birinə vururuq belə. O da edir 27 cm-in kubu. Növbəti sual. Bir üzünün sahəsi 4 cm kvadrat olan kubun həcmi nə qədərdir? Aha. Deməli, burada nəyə diqqət edirik? Burada bir üzünün sahəsi deyir. Onda mən bu üçləri, səhv getdi. Üçləri pozuram buradan. Niyə pozuram? İndi sizə deyim bunu. Baxın, bir üzünün sahəsi deyir ki 4 cm-in kvadratıdır. Baxın, bir üzü buradır. Baxın, mən bir üzünü göstərirəm. Bir üzü buradır. Artıq buradan məlumdur ki, bir üzüdə S bərabərdir A-nın kvadratı. O da nədir? 4 cm. A-nın kvadratı 4-sə A-mız deməli 2-dir. Tərəfimiz 2-dir. Deməli, bizdə burada 2-dir, burada 2-dir, burada 2-dir, burada 2-dir. Bu qayda ilə bütün tinlər 2-dir. Onda V nəyə bərabərdir? V A-nın kubu, o da 2-nin kubu olacaq. 3 dəfə 2-yi də bir-birinə vuranda edir 8. Deməli, kubun həcmi 8 imiş. Sonuncu varianta baxırıq. Deməli, hündürlüyü 4 cm, uzunluğu 3 metr, eni 2 cm olan düzbucaqlı paralelpipedin həcmi nə qədərdir? Şarjlar, bunun da öz düsturu var. Düzbucaqlı paralelpipeddə yaxşı başa düşmək üçün yenə bu fiqurumuzu silək. Bunun yerinə düzbucaqlı paralelpiped gətirək. Deməli, bunu mən belə uzatsam, bu oldu düzbucaqlı paralelpiped. Baxın şarjlar. Alt hissəsi, yan hissəsi və burada nə deyir? Deyir ki, bunun hündürlüyü nə qədərdir? Yəni, bax, bu hissəsi deməli 4'dür, uzunluğu 3'dür, eni 2'dir. Yəni, biz artıq düzbucaqlıdan bilirik ki, bura endir, bu balaca hissələr. Bunlar endir, bura uzunluqdur, bu uzun hissələr. Amma bura nədir? Baxın, bu artıq hündürlüyü var da. Bu kağıza yapışıb qalmayıb. Bura hündürlükdür. O zaman geri qayıtsaq, biz sahəni necə hesablayırdıq? A vurulsun B. Həcm olanda artıq A vur, B vur, C, yəni hündürlük də ora daxildir. Yəni, yazacaq ki, dördüncünün D variantında həcm soruşur. V bərabərdir A, B, C. Yəni, 4 vur, 3 vur, 2. C-ni yenə H da yaza bilərsiniz, hündürlük yaza bilərsiniz. O da edir 24 metrin kubu. 5-ci suala baxırıq. Vahid kublardan düzəldilmiş fiqurun həcmini tapın. Bu fiqurun öndən, üstdən, yandan görünüşlərini çəkin. Deməli, şərhlər, bu bizim düzbucaqlı paralelpipedimizdir. Baxın, mən kəsirəm. Elə bilin ki, bıçaq götürdüm buradan. Baxın, bu hissədən bir də kəsdim. Mənimdir ki, burada 1, 2, 3, 4. Qabaqda 4 dənə kub var. Bu eyni formada kəssəm 1, 2, 3, 4. Yəni ümumiyyətlə 5 sıra var. 1, 2, 3, 4, 5. Və hər birində 4 kub var. Onda mən 4'ü vururam 5'ə. Deməli, məlum olur ki, burada 20 kub var. Burada əvvəl bura baxırıq. 1, 2, 3, 4. Arxada da elə olanda 8 olur. Baxın bu hissədə. Bura 8'dir. Burada 1, 2, 3, 4. 8 üzrə 4 gələndə edir 12. Bura artıq saymaq olur. 1, 2, 3, 4. Bura 4 dənədir. Bura 1, 2, görmədiyimiz hissəsi edir 3. 4, 5, 6, 7, 8, 9. Burada 9 dənədir. Burada, baxın, bu hissəyi bölsəm, belə bura qədər.
Bilirik ki 1, 2, 3, 4. Bura 4 dənədir. Bunun altı ikisi buradadır, ikisi də arxadadır. 1, 2, 3, arxada da 4. 1, 2, 3, 4. 4, 4, 4. Burada idi 12 dənə. Burada baxın, əvvələ bu hissəyə baxırıq. 4'ü buradan da 4'ü arxada 8. Burada 1, 2, 3. 2 sırada 6. 6 üstədə 8 gələndə edir 14. Və bu fiqurun öndən, üstdən, yandan görüntülərini çəkin deyir. Bu düzbucaqlı paralelpipeddir artıq. Bunun üstdən görünüşünü necə çəkə bilərik? Yenə bura gəlirəm. Baxın. Bu yandan görünüşüdür. Baxın, yandan görünüşü belədir. Üstdən görünüşü belədir. Baxın. Aha, üstdən təyyarə ilə elə bil ki, bir evin üstündən uçanda belə bir şəkil görəcəksiniz. Altdan görünüşü, baxın, bu da onun ən altı. Əla, bu da altdır. Bu formada çəkəcəksiniz. Bu altdan görünüşüdür. Bu yandan görünüşüdür. Bu da üstdən görünüşüdür. Bu qədər. İkinci, bunu necə? Baxın, yandan çəkəndə, baxın, gəlir belə bir ki, adam buradan durub bunun telefonundan çəkir. Belə bir şey çəkəcək. Onu orada canlandıra bilməyəcəm. Baxın, belə bir şey düşəcək. Yandan çəkilən zaman belə bir şey alınacaq. Bu B variantıdır. Bunlar da, məsələn, bu 1 kvadrat. Bu da o 1 kvadratlar. Belə görünəcək. Üstdən çəkəndə necə görünəcək? Bu yandan yazıram. Burada necə deyir? Öndən, daha doğrusu öndən görünüşüdür bu. Deməli, buraya yazıram. Öndən. Üstdən, elə bil təyyarə ilə qalxıb üstdən baxırsan, o zaman belə, deməli, 4 dama belə görünürdü. Baxın, belə. Deməli, bura qədər gəlib. Buradan da belə bir şey. Bu üstdən görünüşdür şagirdlər. İnşallah ki, kvadratlarda eğriliyə yol vermədim. Vermişəm. Bir dənə bu xəttə düzəldim. Baxın, üstdən görünəndə də belə görünür. Bu da üstdən görünüşüdür. Sonra altdan görünüşü də belədir. Üstdən göründüyü kimi altdan görünüşən, yəni eynən, baxın, burada göstərmişəm. Görürsünüz, bu top, yəni üstdən görünüşüdür. Altdan görünüşdə də baxın. Bu da altdan görünüşdür. Eynidir üstdən altdan görünüşləri. Sonra burada necə görünəcək? Daha doğrusu 4-dən, məsələn, gəlib qabağında durub çəksən, belə bir görünüş alınacaq. Bir dəqiqə. Bunun, məsələn, yandan görünüşü qaldı. B variantın yandan da yazaq. Üstdən, öndən yazdıq. Yandan necə görünəcək? Buranı silirəm. Bu elə bil 2 kvadrat çöldə qalır. Baxın, belə. 4 kvadrat da bu tərəfdən görünəcək. Bu da B variantında yandan oldu. C variantına baxırıq. C variantı qabaqdan gəlib çəksən, 2 dənə elə bir kvadrat görəcəksən. Bu öndəndir. Üstdən gəlib çəkəndə, bu ki, təyyarə ilə bu obyektin üzərindən keçirsən, artıq belə görəcəksən. Bu üstdəndir. Yandan necə olacaq? Yandan da sadəcə belə görünəcək. 3 dənə kvadrat görünəcək. Bu da oldu yandan. Keçirik D variantına. D variantı, baxın, bu 1, 2, 3, 4, 7 dənə. Üstdən çəkəndə 7 dənə görünəcək. Bir dənə buranı keçəldək. Baxın, bu D variantına. Deməli, üstdən çəkəndə
xəyal eləyin ki, uşaqlar, təyyarə ilə bir evin üzərindən keçirsiniz. O evin hündürlüyünü görməyəcəksiniz də, onun damını görəcəksiniz. Bu da üstdən çəkiləndə, baxın, belə bir şəkil alınır. Gəlib yandan çəksəz, bu baxın, buradan gəlib dursa, deyə bil ki, fotoaparat gəlib buradan dursa, 4 dənə aşağıdan düşəcək. Baxın, bu 4 dənə. 1, 2, 3. Buradan da ikisi qalxacaq. Baxın, bu hissədən də belə ikisi qalxacaq. 2 kvadrat. Bu da oldu yandan. Öndən necə görünəcək? Gəlib, məsələn, burada duracaqsınız, bu qabağında. Qabağında duranda, baxın, buranı da çəkim. Bu qabağa gələcək də, elə birinci sıradan görünəcək 3 dənəsi. Və bu yanlar da təbii ki, arxa görünmədiyindən qabaqdakı kub görünəcək. Belə. Bu da oldu, deməli, öndən. Y variantına baxırıq. Deməli, gəlib qabaqdan çəksəz, baxın, belə bir şey olacaq. İkisi qabaqdan görünəcək, 2 kub. 3 kub aşağıdan belə düşəcək. Baxın, bu da belə. Bu bizim, yəni bir fotoaparat gəlib, bunu önündən balaca bir şey xəyal edin. Burada bir gəlib bunu çəkir belə. Onda belə bir şey alınacaq. Bu oldu öndən. Üstdən çəkiləndə şagirdlər, bu üstdən, yəni evin hündürlüyünü görmək olmur, zdaniyanın hündürlüyünü görmək olmur da üstdən. Siz gəlib bunun üstündən çəkəndə bu belə bir şey görünəcək. İkisi elə bil eninə 3 kvadratda, bu biraz uzun oldu, 3 kvadratda uzunluğa. Bu bunun üstdən görünüşüdür. Buna coğrafiyada quş baxışı deyirdilər. Bu da oldu üstdən. Və qaldı, məsələn, gəlib buradan baxıb çəkmək. Buradan baxanda da, deməli, bu hissə gəlib düşəcək, baxın, burada. Onda 2 kvadrat buradan, 1 kvadrat da yuxarı qalxacaq, vəsə. İngilislər demiş, that's all. Bu da oldu yandan. F variantına baxaq. Əla, F variantı daha sadədir. Gəlib durursan bu qabaqda, buradan elə bir bu binanı çəkirsən. Belə bir fiqur alınacaq. 3 dama, 3 kvadrat buradan, 3 kvadrat buradan. Buradan deməli, baxın, 2 kvadrat qalxır, burada gəlib dayanır. Bu da olur bizim öndən profilimiz. Buraya yazıram öndən. Gəlib buradan çəkəndə, baxın, burada gəlib durub çəksəm. Baxın, mən gəlib buradan durub belə çəksəm, buradan belə görsəm, necə görərəm. Sadəcə yandan deyəndə, baxın, ikisi də aşağıdan, bu yuxarılar gəlir qabağa, bu da olur yandan. Üstdən də görünəndə, uşaqlar, yenə dediyim kimi, üstdən hündürlüklər bilinmir deyə bizim işimizi daha rahatlaşdırır. Bu da üstdən görünəndə də belə bir şey görünür. Üstdən. Keçirik 6-cı suala. Verilən fiqurların düzbucaqlı paralelipipedi tamamlamaq üçün neçə vahid kub lazımdır? Deməli, şagirdlər, buradan, baxın, bir dənə burada boşluq var. Bir kub buradan, biri buradan, bir də buradan. Yəni, bunun qabağındakı boşdur da. Bir də bunun qabağındakı, yəni, baxın, bunun qabağındakı. 3 dənəsi lazımdır. Buradan görürsünüz, bunun qabağındakı boşdur. Biri buradan, bunun qabağındakı da boşdur. Biri də buradan.
bunun və bunun qabağındakı da boşdur. 5-i də buradan. Edir 1, 1, 5, 7 kub. Buradan, baxın, bunun qabağındakı boşdur. Bunda da boşdur, bunda da boşdur, bunda da boşdur, bunda da boşdur. Elə bil, bu da 1, 2, 3, 4, 5. 5'ə tamamlanır. Burada bu qabağındakı boşdur. Bu tərəfə baxanı boşdur, buradan da boşluq var. Sonra buradan da boşluq var, buradan da boşluq var, buradan da boşluq var, buradan da boşluq var. Deməli 1, 2, 3, 4, 5, 6, 7. Buradan, baxın, bu görürsünüz, burada bu bir dənə boşluq var, burada da bir dənə boşluq var. İndi bunun qabağındakı, məsələn, bunun qabağındakı boşdur, bunun da qabağındakı boşdur. Bunun qabağındakı, yəni bu ikisi bir olduğundan bunun birinə baxıram. Bura boşdur, burada boşdur. Bura, bura və bura. Deməli 1, 2, 3, 4, 5, 6, 7. Sonuncu 7-ci suala da baxırıq. Yaşlı rəngdə rəngli sahəni hesablayın. Şərtlər, asan yolu nə idi? Xətt çəkirdik buradan. Bura 3-dürsə, deməli burada 3-dür. 5-ə tamamlamaq üçün bura 2-dir. Birinci mən buranı tapırdım. S nəyə bərabərdir? A vurulsun 5. 3-ü 10'a vururam. Edir 30. Burada da S nəyə bərabərdir? 6-nın 2-yə hasılı 12. Sonra biz toplayanda nə gəlir olurdu? 30'un üstə 12 gəlirdik. Edirdi 42. Buradan deməli bölürəm. 3 dənə fiqur alınacaq. Bu daha, bu daha yaxşıdır. Deməli bura 3-dürsə, burada 3-dür. Bura 3-dürsə, burada 3-dür. Onda bura nə qədər olur? 10 olur. Bütün ümumi 10 idi da. 3, 3. Burada eləməlidir 4. Onda burada 4 eləyəcək. Bura 3'dür. Baxın şərtlər. Bura 3'dürsə, onda burada 3'dür. Bura nə qədər olur? Bura 3'dür də, bura görə. Onda bura 5 olduğunda bura 2 olur. Gəlirik burada 2. Deməli bura S1 olsun. Bura S2 olsun. Bura S3 olsun. S1'imizə baxırıq. 3, bura nə qədərdir? Bura onda 5'dir. 3'ün 5'ə 10'u 5 eləyir. Bura baxanda artıq buranın 4, buranın da 2 olduğunu tapırıq. Yəni S2 4'ün 2'yə 8 edir. Burada baxanda 3 idi, burada 5 idi. S3 də edir 15. Cəmlər nə qədər olacaq? Yəni ümumi fiqur nə qədər olacaq? S bərabərdir. 15 də gəlsin 15, 30, 30 da gəlsin 8, 38. Burada əvvəla biz bu ağın özünü hesablayaq, sonra bu fiquru tapaq, içindən ağı çıxaq da. Ağ məlumdur ki 4'dür. 2'nin 2'yə 4. Əla. Biz ümumi bunu da böyütsək belə. Bura 10'dursa, deməli burada 10'dur. Bura 3'dür. Bura ümumi 5'dir də. Baxın, bu hissədə 3'dür. Deməli bu hissə 2'dir. 5'ə tamamlamadıq. Bura 3, bura 2. Onda 3'ün 2'yə neçə edir? 6. Buranı da tapdıq ki 6'dır. Bəs ümumi nə qədərdir fiqurumuz? Ümumi, yəni bu yeni çəkdiyimiz fiqur 5'in 10'a 50'dir. Yəni ümumi 50'dir. Biz 50'dən əvvəl ağları çıxırıq. Bir dəfə 4'ü çıxıram, bir dəfə 6'ını çıxıram. Edir, deməli, yaşıl sahələr 40. Bu qədər şərtlər. Hə, bir də əlavə edeyim ki, baxın buradan mən rahat yolla da gedə bilərdik. Əslində çətin yolla getdim, elə gəlir. Amma bu da yəni doğru yoldur. Baxın, buranı ümumi belə çəksəm, bu böyük S nə qədər olur? Böyük, yəni 5, 10, ümumi 50'dir, elə deyil. Bu balacanın sahəsini tapmaq lazımdırsa, yəni buradan bir xətt çəkəndə bura 3 eləyirdi, bura 3 eləyirdisə, deməli bura 4 eləyəcək, bura da 4'dür də. 4'ün 3'ə bura 12'dir, elə deyil. Onda mən 50'dən 12 çıxaram, edər 38. Şərtlər burada da tamamlaya da bilərsiniz və yaxud da bölüb, parçalayıb, sayələrini ayrı-ayrı hesablayıb toplaya da bilərsiniz. Eyni şeydə hansı rahatdırsa ondan istifadə etməyinizi tövsiyə edirəm. Bura qədər izlədinizsə kanala abunə ola bilərsiniz. Növbəti videolarım üçün sağ olun, salamat qalın.